Hal-hazırda gördüyün qrafikdə biz görürük ki, bizdə Frankfurt, London və New York sessiyasında bizdə kompressiya yaranıb. Kompressiyadan sonra bizdə bütün likvidliyin yığılması baş verib. Bəlkə də bu şam qaydanda sən əməliyyata girmisən və əməliyyat kifayət qədər yuxarı gedib və sən düşünmüsən ki, bu qiymət tam olaraq yuxarı gedəcək. Əslində düz düşünmüsən. Sadəcə gəl bax praktikada nə baş verir. Sən əməliyyatı bura kimi açıq saxlayırsan. Burada Asiya sessiyası qurtarır. Asiya sessiyası qutarana yaxın qiymət başlayır korreksiya verməyə. Bura qədər gəlir. Sən artıq peşmansan əməliyyatı bağlamamağa. Buradan London açılır, qiyməti yenidən qaytarır yuxarı. Sən deyirsən ki, hal-hazırda qiymət qalxacaq, amma qiymət qalxmır. Qiymət yenidən başlayır aşağı getməyə. Və buralarda sən artıq gəlirini tamam itirməmək üçün əməliyyatını bağlayırsan və deyirsən ki, yaxşı qutardım. Amma halbuki burada bağlamadığın profit gözünün qabağına gəlir və əsəbləşirsən. Amma bir tərəfdən də düşünürsən ki, yaxşı ki, mən bunu burada bağlamışam. Sonra isə New York sessiyası gəlir və qiyməti qaldırır tam olaraq yuxarı. Bax, əsl peşmançılıq burada başlayır. Çünki sən əməliyyatda qala bilmirsən və əsas problem budur. Əgər strategiyana güvənsən, sən bilməlisən ki, trend çönürsə qiymət istədiyi yerə gedib çatacaq. Amma əsas sual burada ondadır ki, sən əməliyyatda qala biləcəksən yoxsa yox. Gəlin digər situasiyalara baxaq. Gördüyümüz kimi çoxlu sayda kompressiya, yığılma, burada heç bir güclü hərəkət yoxdur. Deyək ki, siz buradan long girmisiniz, qiymət gedib yuxarı, əməliyyatı bağlamamısınız. Qiymət qayıdıb korreksiya verib yenidən qayıdır və siz burada sevinirsiniz ki, aha, qiymət qayıdır, artıq yuxarı gedəcək, amma qiymət getmir. New York gözəl şəkildə gəlir, bütün likvidliyi yığır və gedir təzədən yuxarı. Siz isə burada çox güman ki, əməliyyatı stop lossla bağlanmısınız. Biz həmişə manipulyasiyaları gözləməliyik. Manipulyasiyaları gözləməyəndə bizim axırımız həmişə stop lossla yekunlaşacaq. Məsələn, siz buradan short girmisiniz. Qiymət başlayıb düşməyə aşağı. Sonra yenidən qalxıb yuxarı və buradan sizi stop loss eləyib, sonra isə yenidən gedib aşağı. Londonda qiymət yenidən qalxıb və ondan sonra bu cür böyük bir hərəkatın şahidi olmuşuq. Siz bəlkə də özünüzdə düşünəcəksiniz ki, kaş ki əməliyyatda burada stop lossu biraz yuxarı qaldırardım və əməliyyata baxmayardım və bir neçə gündən sonra, hətta bir neçə saatdan sonra görərdim ki, gözəl şəkildə take profit olmuşam, hətta yüksək errordən. Amma reallığa qalanda dostlar, bunların heç biri baş vermir. Ona görə də sizə kiçik bir məsləhət. Əməliyyat açanda RR-nizi yuxarı qaldırmayın. Minimum 1-in 1-ə, maksimum 1-in 2-də saxlayın. Bunu hal-hazırda sizə nəyə görə deyirəm? Çünki yadınızda saxlayın. Qiymət birdən birə yuxarı getmir və yaxud da ki, birdən birə aşağı getmir. Və bizdə hər bir neçə saatdan bir sessiyalar dəyişir. Sessiyalar gələndə də bu cür hərəkətlər baş verir bizdə və bu cür yelləncəklərə düşməmək üçün sadəcə müəyyən bir sessiyada manipulyasiyadan sonra əməliyyatınızı açırsınız. Məsələn, burada New York sessiyası açılandan sonra stop lossları yığdı və artıq qaydanda giriş tapıb take profiti, baxın, bu zonadan götürmək lazımdır. Siz əgər burada qalmağa davam eləsəz, qiymət düşəcək, qalxacaq, düşəcək, qalxacaq və yekunda gedib sizi stop eləyəcək. Yəni siz real olaraq öz gəlirinizi itirəcəksiniz və o itirdiyiniz gəlirlər yekunda sizi çox pis vəziyyətə salacaq. Bundan heç birimiz qorunmamışıq və bu səhvləri hər birimiz edirik və bu səhvləri etməyə davam eləyəcəyik. Çünki biz insanıq. Sadəcə onları azaltmaq lazımdır. Baxın, məsələn, bu zonada USD GPI valyutasında M15 time frame-ində qiymət Asiyada düşüb aşağı, Frankfurtda qalxıb, Londonda düşüb, bağlanana yaxın təzədən qalxıb, New Yorkda təzədən düşüb, təzədən qalxıb və mənə izah eləyin indi görüm. Əgər siz deyək ki, burada bizdə short trend gedirdi və bura bizdə korreksiya idi, buradan əməliyyata girsəydiniz, stop olacaqdınız. Buradan əməliyyata girib, əgər take profit harasa aşağılara qoysaydınız, New York qiyməti qaytaranda siz əməliyyatı ən yaxşı halda bağlayıb çıxacaqdınız. Ona görə dostlar, belə bir şeylərə ehtiyac yoxdur. Çünki sessiyalar gəlir və qiymət oynayır, sizin əsəb sisteminiz pozulur, stres yaşayırsınız və əməliyyata qala bilmirsiniz. Sonra da əməliyyatı bağlayandan sonra görürsünüz ki, bir neçə saatdan sonra qiymət uçub və yaxud da ki, əməliyyatı bağlamamısınız, əməliyyat qayıdıb sizi stop loss eləyib, yenə də qanqaraçılıqdır. Ona görə belə bir şeylər olmaması üçün dostlar, sadəcə hədəfinizi ən yaxın məsafəyə götürün. İnanın ki, ən gözəli elə budur. London gəlib Frankfurtu yeniləyəndən sonra və buradakı FVG-ni doldurandan sonra əgər short girmisinizsə, sizin maksimum hədəfiniz bu zona olacaq. Baxın, bura minimumlar
və yaxud da ki, deyək maksimum bu minimum. Əgər düşünürüksə ki, bizdə short davam eləyəcək. Bundan sonra qiymət biraz da aşağı gedə bilər, amma o sizin artıq vecinizə olmamalıdır. Çünki bu həmişə belə olmayacaq. Məsələn, qiymət görürsüz, gəlib buradan əməliyyatdan çıxmamısınız, deyək ki, düşünürsünüz ki, bizdə bəlkə də short davam edir, sadəcə stopları yığdılar, amma yox. Biz sonra görürük ki, bizdə əməli başlı trend qırıldı və qiymət baxın, qayıtdı, deyək ki, bura FVG zonası idi. Tutaq ki, siz shorta davam eləməyi düşünmüsünüz və FVG-dən girmisiniz. Sizdə hədəf dostlar buradır. Burada qiymət çatıb. Yəni görürsüz, qiymət bura çatıb, amma bunu vurub keçməyib. Sadəcə bədəninə çatıb, aşağıda gedib bağlamayıb. Sadəcə bura gəlib və buradan uçub yuxarı. Yəni siz bunun aşağısına take profit qoysaydınız, siz take profit olmayacaqsınız. Sizin əməliyyatınız çox gözəl şəkildə stop loss olacaqdı, çünki bizdə burada trend sönməsi baş verdi. Tarixdə baxanda hər şey çox asan görünür. Amma reallığa qalanda İki seçim var. Ya siz əməliyyatı açıb sadəcə telefonu qırağa qoyub əməliyyata gün ərzində ümumiyyətlə baxmayacaqsınız, qiymət istədiyiniz yerə çatsın deyə. Ya stop loss olacaqsınız, ya da take profit. Ya da ki, qiymət sessiya açılanda manipulyasiya elədi, stop loss take profitinizi qoydunuz ən yaxın likvidliyə və salam. Take profitinizi götürdünüz 1-in 1-ə, 1.5-ə, 1-in 2-ə və s. Dostlar, çox take profiti uzatmaq gözəldir, başa düşürəm. Mən də böyük RR-lər götürürəm və bunun hissi ayrıdır. Amma nəzərinizə çatdırım ki, siz hər dəfə RR-i böyüdəndə sizin əməliyyata stop olma şansınız da böyüyür. Və nəticədə sizin hər 10 əməliyyatdan bəlkə də 7-si, 8-si sadəcə stop lossla bağlanır və siz yekunda yenə də minusa gedirsiniz. Ona görə ki, böyük əməliyyatlar az olur və siz hər dəfə o situasiyaları tapa bilməyəcəksiniz. Elə ola bilər ki, sizdə məsələn əməliyyatı açmısınız 2.5 lotla deyək ki, sell açmısınız və qiymət 10-20 punkt gedib və sizdə orada göstərir ki, 200-300 dollar gəlir və siz gözləyirsiniz ki, yox, o 500-600 olmalıdır, amma 500-600 olmur. Yekunda qayıdır sizə 200-300 dollarda stop loss eləyir və sizin hesabınız yanır. Bu itki olmaya da bilərdi. Siz məsələn həmən o 300-400 dolları götürə bilərdiniz və növbəti sessiyada başqa əməliyyatı açıb yenə də 300-400 dollar götürə bilərdiniz. İnanın mənə, bunu əməliyyatı bağlamaq sizə daha faydalı olacaq. Nəinki uzun zaman əməliyyatları həmişə saxlamaq, gəliri götürməmək, yüksək RR-lərə fokuslanmaq və s. Yəni biz burada belə baxanda hər dəfə görürük ki, burada qalmaq mümkün olmur bəzən. Baxın, deyək ki, burada okey, trend söndü. Məsələn, bunları biz əgər maksimum kimi qəbul eləmişdiksə, bunlar qırıldı burada. Düzdür? Okey, biz indi FVG-dən buradan davamı gözləyirik, qiymət gəlir aşağıda bağlanır. Biz deyirik ki, ayda bəlkə qiymət artıq təzədən shorta gedir və biz sadəcə likvidliyi yığmışıq. Amma biz burada görürük ki, okey, qiymət buradan təzədən reaksiya verdi yuxarı. Sonra təzədən düşdü, sonra təzədən qalxdı. Yəni belə vəziyyətlərdə əməliyyata girmək olmaz, çünki burada trend hələ tam olaraq təsdiqlənməyib. Və nə vaxt ki biz konsolidasiyaya girəcəyiksə, həmişə stop loss olacağıq. Gəlin məsələn Euro-USD-yə baxaq. Euro-USD-də artıq bir neçə həftədir və yaxud da ki bir neçə gündür eyni fiqur gedir. Baxın, biz günlərlə hər gün eyni şeyi yaşayırıq. Əgər qrafikə biz baxsaq, baxın, biz düşürük, qalxırıq, düşürük, qalxırıq, düşürük, qalxırıq, düşürük və bu gün də eyni şey. Qalxırıq, düşürük, qalxırıq yenidən. Yəni biz artıq bir neçə gündür eyni şeyi yaşayırıq. Buna trend demək olar. Bəli, hardasa fikirləşsək, aşağı trend gedir və çox gözəl korreksiya verir, sonra da gedir eyni aşağı. Amma burada siz əməliyyata girəndə sizi əməliyyatdan çıxardırlar. Siz buradan ən təpədən əməliyyata girməmisinizsə, buradan siz hardan girsəz, sizi vurub çıxardacaqlar. Ya siz gərək aşağı lotla açmısınızsa, məsələn, stop loss atasınız birbaşa bunun üstünə və take profiti də aşağı, onda sizin əməliyyatınız bütün gün gedəcək. Skalp eləmək istəsəz, amma eləyə bilməyəcəksiniz. Qısa dillə deyək. Çünki dostlar, burada şamlar həddindən artıq çox sürətli şəkildə hərəkət eləyir. Baxın, məsələn burada bu əməliyyat mənim yadımdadır. Burada bizdə xəbər çıxmışdı. Baxın, bizdə xəbər çıxdı. Baxın, bu qara şamı görürsünüz, bu qırmızı şamdır da. İndi məndə şamların rəngi fərqlidir. Qiymət bir şamla xəbərlərdə düşdü aşağı, baxın, düppədüz bura. Görürsünüz? Bunu da vurdular. Yeni PDL yarandı bizdə və ondan sonraki şam qiyməti tam olaraq qaytardı geri. Yəni bizdə hərəkət çox tez baş verir, başa düşürsünüz? Yəni adi burada məsələn qiymətin buradan bura kimi düşməyi
Nə qədər çəkib? 15 yarım saat, 45 dəqiqə, 1 saat, 1 saat 15 dəqiqə, 1 saat yarım. Saat yarıma dostlar, məsafəyə baxın bir dənə. Ona görə deyirəm ki, çox errorlərin arxasıca düşməyin. Take profitləri də qoyanda dostlar, iynələrə qoymayın, bədənlərə qoyun. İynələrə qoysaq, məsələn düşünürük ki, okey, buradan yenidən biz korreksiyadan girmişik geriyə ki, hal-hazırda biz bunu vuracağıq məsələn, amma görürük ki, yox, qiymət heç ora gəlmədi. Qiymət sadəcə bədəndən biraz aşağıda bağlandı. Və ondan sonra yenidən qayıtdı yuxarı bugün səhər. İndi də New Yorkda məsələn biz manipulyasiya elədik. Eynən FVG-ni də doldurduq. İndi də təzədən məsələn düşməyə hazırlaşırıq aşağı. Çox güman ki, bugün də məsələn o birisi günlərdəki ssenari təkrarlanacaq. Çünki Euro-USD eyni hərəkətlə günlərlə davam eləyir artıq və bu hardasa qırılacaq. Yəni bu hardasa bu trend dəyişiləcək artıq. Digər valyutalara baxaq məsələn. Qiymət qalxır, Aziyada longa girmisiniz, qiymət qalxıb, Londonda qiymət təzədən düşüb. Buna görə deyirik ki, dostlar, çalışın bir sessiyanın içində əməliyyat açın. Çünki məsələn, buradan Aziyada siz longa girmisiniz, Frankfurtdan London gəlib qiyməti salıb aşağı, tam dibə. Əgər buradan girmişdiksə, burada artıq stop loss olmuşuq. Sonra qiymət Aziyada yenidən qalxıb, Frankfurt Londonda təzədən düşüb, Aziyada konsolidasiya gedib, London qaldırıb, sonra da salıb aşağı. Əməliyyatda çox qalmağa çalışmayın. Əməliyyatda əgər qalacaqsınızsa, uzun zaman qalmağı düşünürsünüzsə, swing tradinglə məşğul olmaq istəyirsinizsə, sizin avtomatik olaraq siz böyük time framelərdə işləməlisiniz və sizin lotunuz onlara uyğun olmalıdır. Yəni siz M15-ə falan girəndə sizin lotunuz aşağı olacaq artıq. Çünki siz ümumi geniş məsafə götürürsünüz. Amma gün ərzində day trade eləyirsinizsə və yaxud da ki scalpingdən məşğulsunuzsa, 1-in 1-ə, 1-in 2-yə error möhtəşəmdir. O da ki, yəni sırf 1-in 2 ilə işləyəcəm deyə demək deyil dostlar. Məsafəyə baxmaq lazımdır ki, bu qiymət real olaraq hara gələcək. Yəni profiti görəndə, normal bir profit görəndə onu bağlayın. Yəni bu çoxumuzun yaralı yeridir. Çünki biz profiti görürük, bağlamırıq. Profit dediyim dostlar sadəcə əməliyyat açılan kimi olan profit deyil. Yəni baxırsan ki, məsələn stop loss'u qoymusan 100 dollar, take profit'in 500 dollardır. 1-in 5-ə deyək ki, belə düşünmüsən də görürsən ki, qiymət o tərəfə getmək istəyir. Səndə orada 200-300 dollar plus göstərirsə və yaxın zamanda sessiya dəyişiləcəksə, o əməliyyatı elə 200-300 dollarla bağlamaq daha məsləhətdir. Ya da ki, daha aşağı. Deyək ki, 200 dollar take profit qoymusan, amma görürsən ki, sessiya dəyişiləcək indilərdə, səndə isə orada 100-150 dollar plus var. Onu bağlayıb götürmək daha vacibdir dostlar. Çünki yadınızda saxlayın, nə qədər ki siz orada hərəkət edən rəqəm görürsünüz, o sizin pulunuz deyil. Siz o əməliyyatı bağlayandan sonra yalnız o pul sizin olacaq. Bunu yadınızda saxlayın. Ümidvaram ki, bu dediklərim sizə çox faydalı olacaq. Növbəti dərslərdə görüşərik.